Bu qadın ərinin telefonunu qurtdalayan vaxtı orada başqa bir qadından ərinə mesaj gəldiyini görür. Qadın şişəsi ərindən şübhələnir, amma əmin ola bilmədiyindən kişini yoxlamağa qərar verir və əri ilə yatması üçün bir küçə qadını satın alır. Bu qadın o biri qadının tapşırığından sonra yemir, içmir, sıraza gedir kişinin yanına, yazıq kişini yoldan çıxartmağa. Təbii ki, bu iyrənc yoxlanışdan xəbərsiz olan bu günahsız məzlum kişi bu tələyə düşür, qadınla yaxından tanışlıq qurur. Qadın təzədən yemir, içmir, qayıdır əsas qadının yanına, ərinin onunla rahatlıqla tanış olduğunu xəbər verir. Əsas qadın o biri qadına deyir ki, sən biraz da yoxla görək sənlə işi bişirəcəkmi, yoxsa mənə sadiq qalacaqmı? O biri qadın təzədən yemir, içmir, yenidən yazıq kişinin yanına qayıdır. Bu dəfə artıq bu qəlbi təmiz kişi bu qadının bu qədər açsız olduğunu öyrənəndən sonra yazığı gəlir, aparır qıza daldayda stoliçni salat yedizdirir. Salatı yeyib qutarandan sonra qadın təzədən qayıdır, əsas qadına olub bitəni danışır. Əsas qadın deyir, stoliçni ilə olmaz, siz yaxşısı gedin